Deməli, rəvayətə görə Abbasqulu Ağa Bakıxanov Qüdsi Peterburqda olarkən Çar 1-ci Nikolayın qonaqlıq məclisinə dəvət alır. Deməli, Çara və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. Padşahın arvadı qürurla deyir ki, mən ona şərab içirdərəm və bir qızıl badnusa bir qədəh şərabı qoyub Abbasqulu Ağa Bakıxanova təqdim edir. Abbasqulu Ağa Bakıxanov ayağa qalxır, qədəhi götürür, üzünü Çar Nikolaya tutub deyir ki, mənim həşəmətli hökmdarım, siz deyirsiniz ki, içki için, Allahım isə deyir ki, içki içməyin. Hansınızın dediyini eləyim? Qatı dindar olan Nikolay deyir ki, əlbəttə, bir anın içində deyir ki, Allah dediyini eləyin. Və Abbasqulu Ağa Bakıxanov şərabı qaytarıb qızıl badnusa qoyur. Padşahın arvadı isə pərt olmuş halda yerinə əyləşir. Bəli, doğrudan da bilirsiniz, Abbasqulu Ağa Bakıxanov yüksək çinli çar məmuru idi. Bunu eləməyə sadəcə iradə lazım idi. Beləliklə öz iradəsini, öz qürurunu qorumuş olur.